müğənni Əlikram Bayramovun evində şad gün olub. Sənətçi nəvəsinin kiçik toy məclisini edib. Əlikram Bayramov Qaynar İnfoya açıqlamasında 3 məclisi bir yerdə keçirdiyini bildirib. Əkiz nəvələrdən biri oğlandır. Dünən ona kiçik toy məclisi etdim. Əkiz nəvələrimlə mən eyni gündə doğulmuşuq. Odur ki, düşündüm. Nəvə baba ad günlərimizi də elə kiçik toy məclisinə salaq. Beləcə 3 məclisi bir arada kiçik toy şəklində qeyd etdik. Toya çox az adam dəvət etdim. Cəmi 300 nəfər. İnşallah nəvələrin böyük toyunda 2 dəfə artıq adam dəvət edəcəyəm.